Elhamdülillah və salatu və selamu alə mən la nəbiyyə ba'dahu və ba'd. Əziz müsəlmanlar, sizlərə bir mətn oxumaq istəyirəm. 2020-ci ilin 13 sentyabrında yazdığım, qələmə aldığım sətirləri sizlərlə paylaşmaq istəyirəm inşallah. Ümid edirəm ki, qəlblərimizin yumşalmasına, qəlblərimizin Quran və sünnətə yönəlməsinə az da olsa səbəb olar. Onun üçün bu mətni sizlərlə paylaşmaq istəyirəm. Və başlıq olaraq yazdığım şey, mən kimi sevirəm? Niyə bu sualı verirəm deyə düşünə bilərsən və bu doğru şeydir. Deyim ki, bu mənim üçün çox önəmlidir və məhz ona görə verirəm bu sualı. Çünki insan olmanın gərəklərindən biri də insanlarla birlikdə olmaq, onlarla daima ünsiyyət saxlamaq, doğmalarınla, əzizlərinlə münasibətlər qurmaq və çeşidli müamilələr etməkdir. Bu müamilələri etdikcə başına cürbəcür, növbə-növ işlər gəlir. Qarşına fərqli-fərqli əməllər, hərəkətlər, fərqli davranışlar çıxır. Mənim ünsiyyətli olduqlarımın əksəriyyəti, böyük çoxluğu isə Allaha və axirət gününə haqqı ilə iman etməmiş kimsələrdir. Az bir hissəsi isə iman etdiyini iddia edənlər və nəhayət olduqca az bir kəsim də iman edənlərdir. Mən bütün bu insanların hamısına bir-bir deyə bilmərəm kim olduğumu, nə istədiyimi, nəyi, kimi sevib sevmədiyimi. Mənə elə gəlir ki, kimi sevdiyimi hər kəsə bildirsəm, hamı məni lazımınca tanıyacaq və buna görə davranacaqdır. Məhz bu səbəbdən də bu sətirləri qələmə alıram ki, bu hər kəs üçün açıq-aydın bir bəyan olsun və bunu da ən çox sevdiyim birinin timsalında, yəni ona xitabən səsləndirmək istəyirəm. Mən kimi sevirəm, bilirsənmi? Mən öz Rəbbimi, Allah Azza və Cəlləni sevirəm. Allah Taala mənim üçün kimdir, bilirsənmi? O, mən hələ bir şey deyilkən var olmağımı istəyən, sonra məni yoxdan var edən, anamın bətnində şəkilləndirən və bunu gözəl edən, sonra da heç bir şey bilmədiyim halda oradan çıxıb bu dünyaya gəlməyimi istəyən və bunu da haqqı ilə edən və mənə bildiyim hər şeyi öyrədəndir. O, gördüyün, görmədiyin hər şeyi yoxdan var edən, onların hamısını sayan, onların hər birinin ehtiyacını bilən və hər kəsi ruziləndirəndir. O, səmaları və yeri 6 gündə yaradan, günəşi, ayı və ulduzları öz əmrinə aram edən, onların hər birini müəyyən bir vaxtadək üzdürəndir. O, üstümüzə düşməsin deyə səmaları tutandır. O, xəlq etdiyindən bu yana bizə ruzi verən, atalarımızı, analarımızı, qardaş bacılarımızı, zövcələrimizi, övladlarımızı, yurtlarımızı heç bir qarşılıq almadan bizə ən gözəl şəkildə bəxş edəndir. O, gecəni gündüzə daxil edir, gündüzü də gecəyə daxil edir. Neçə-neçə nəbatata, heyvanata can verən sulara hamilə olan buludları lazım olan yerlərə göndərir, yağışı yağdırır, küləyi əstirir, suları axıdır və onun izni olmadan bir yarpaq belə yerə düşmür. Toxumu yarıb düzərdəndir o. Həmin toxum da məhz onun sayəsində yeri yararaq üzə çıxır, günəşə doğru məhz onun əmri ilə can atır. Hər bir şeyin təsbih etdiyi yalnız odur. Lakin biz onların təsbihatını fiqh edə, anlaya, dərk edə bilmirik. Cinləri və insanları yalnız ona ibadət etmələri üçün yaradan odur. Onlara tövhidi əmr edən də odur. Şirki qadağan edən də odur. İslamı tamamlayıb bizim üçün din olaraq İslamdan razı olan da odur. Məni yaradan, hidayət verən də odur. Məni yedirən, içirən də odur. Xəstələndiyim zaman şifa verən də odur. Düşmənlərinə və düşmənlərimə qarşı yardım edən də odur. Dara düşəndə dadıma yetən də odur. Heç bir zaman aldatmayan və əsla zülm etməyən də odur. Ən gözəl sözlü odur. Ən doğru danışan odur. Qullarının şükr etməsinə razı olan da odur. Küfr etməsinə razı olmayan da odur. Heç bir şeyi unutmayandır o. Hər şeyin öz yanındakı kitabda yazıldığı tək və şəriksiz ilah yalnız odur. Gözlərimə görməyi, qulaqlarıma eşitməyi, dodaqlarıma, dilimə danışmağı, qəlbimə döyünməyi, beynimə düşünməyi, əllərimə tutmağı, ayaqlarıma yeriməyi, dizlərimə təpəri əta edən, bəxş edən də odur.
İnsana bilmədiklərini qələmlə yazmağı öyrədən odur. Ürəyimin hər döyüntüsünü, gözümün hər baxışını, hər qırpmasını, hər açmasını, qəlbimin hər nəfəs alışını, hər nəfəs verməyini, hər oturuşumu, hər duruşumu yalnız ona borcluyam. İmanı, dini, İslamı mənə göstərən, öyrədən odur. Hidayət yolunu göstərən, hidayətə yönəldən, onu qəlbimə yerləşdirən də odur. Adəmin tövbəsini qəbul edən, Nuha 950 il dəvət etməyi əmr edən, ona iman etməyən yoldaşını, oğlunu məhv edən, Musanı Firavunun sarayına Firavuna düşmən olsun deyə yetişdirən, onunla danışan, onu və qövmünü xilas etmək üçün Firavuna və tərəfdarlarına çeşidli bəlalar göndərən, dənizi yarıb Musa və qövmünü oradan sağ-salamat keçirən, eyni yerdə Firavun və əsgərlərini suya qərq edib məhv edən, onun cəsədini gələdək nəsillərə ayət olsun deyə saxlayan, İsa'ya cürbəcür ayətlər verən, onu kafir bir toplumdan xilas edən, Yusufu öncə qardaşlarının, sonra da qadınların fitnəsindən qurtaran, onu quyudan çıxaran, bir kölə ikən Misirin əfəndisi edən, İbrahimə rüşdünü verən, ona doğru yolu göstərən, onu özünə xəlil, yəni ən yaxın dost götürən, ateşə onun üçün sərin və salamat olmağı əmr edən, onu oddan qurtaran və nəhayət aləmlərə rəhmət olaraq son rəsulu, son nəbisi Muhammed sallallahu aleyhi və səlləmi göndərən də odur. Muhammed sallallahu aleyhi və səlləmi sayını yalnız özünün bildiyi qulları arasından seçən, ona Quranı və sünnəti vəhiy edən, onu insanlar arasında fərq, yəni insan və cinləri iman və küfür nöqtəsində ayıran edən, onunla gətirmiş olduğu dinini qiyamət gününə dək baqi edən, qəlblərimizə Muhammed sallallahu aleyhi və səlləmin sevgisini qoyan da odur. Bax, mən onu sevirəm. O, mənim tək Rəbbim olan Allahdır. Mən onun xəlq etməsini sevirəm. Mən onun ruzi verməsini sevirəm. Mən onun xəlq etməyindəki, ruzi verməyindəki gözəlliyini sevirəm. Mən onun hər şeyi əhatə edən rəhmətini, mərhəmətini sevirəm. Mən onun sonsuz nemətlərini onlara əta etməsini sevirəm. Mən onun sonsuz qüdrətini, onun əzəmətini, böyüklüyünü, ucalığını, aliliyini, izzətini, yenilməz qüvvətini, hər şeyin, hər kəsin üzərində qalib və qahhar olmasını sevirəm. Mən onun qəhr etməyə, məhv etməyə, yox etməyə, istədiyi cəzanı verməyə qadir olmasına baxmayaraq, əfv etməsini sevirəm. Mən onun əfvinə sığınmağımı, o geniş rəhmətini ummağımı, ondan əsla ümidimi üzməməyimi sevirəm. Mən İslam dinini nazil etməsini sevirəm onun. Sən də sevirsənmi? Mən onun tək və şəriksiz Rəbb olmasına iman etməyimi sevirəm. Sən də sevirsənmi? Mən onun bütün hökmlərini sevirəm. Sən də sevirsənmi? Mən onun nazil etdiyi hər şeyi sevirəm. Sən də sevirsənmi? Mən ona olan imanı sevirəm. Ona iman edənləri də sevirəm. Sən də sevirsənmi? Mən onun təkliyinə, birliyinə, yeganə haqq ilah olmasına şahidlik etməyi sevirəm. Sən də sevirsənmi? Mən yalnız və yalnız onun hökm vermək, təşri etmək haqqına sahib olmasını və mənim də buna daima ixlasla şəhadət gətirməyimi, şahidlik etməyimi sevirəm. Sən də sevirsənmi? Mən yalnız ona namaz qılmağı, yalnız ona dua etməyi, yalnız ona sığınmağı, yalnız ondan mədəd ummağı, yalnız ona boyun əyməyi, yalnız ona qarşı zillət duymağı, yalnız ona təslim olmağı sevirəm. Sən də sevirsənmi? Mən daima, hər halımda yalnız onu zikr edən bir qul olmağa nail olmaq arzumu, istəyimi sevirəm. Sən də sevirsənmi? Hər sirrimi yalnız ona açmağımı, hər qüsurumu yalnız onun örtməsini istəməyimi, bütün günahlarımı da yalnız onun əfv edəcəyini ummağımı və bunu bilməyimi, yalnız ondan əfv diləməyimi sevirəm. Sən də sevirsənmi? Mən onun cənnətini, oradakı heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, heç bir bəşərin ağlına gəlməyən nemətlərini, orada olan nəbiləri, siddiqləri, şəhidləri və salihləri sevirəm. Sən də sevirsənmi? Mən onun Allah salamatlıq yurduna dəvət edir deməyini sevirəm. Sən də sevirsənmi? Mən onun mələklərini, kitablarını, onun tam kəlmələrini sevirəm. Sən də sevirsənmi? Mən onun son rəsulu, son nəbisi olan Muhammed sallallahu aleyhi və səlləmi sevirəm. Sən də sevirsənmi? Mən onun öz Rəbbi tərəfindən seçilməsini, məhz ona son risalətin verilməsini sevirəm. Sən də sevirsənmi? Mən Muhammed sallallahu aleyhi və səlləmin hər şeyini sevirəm. Sən də sevirsənmi?
Mən onun yerişini, duruşunu, oturuşunu, baxışını, sevincini, kədərini, gülüşünü, ağlayışını sevirəm. Mən onun göz yaşını sevirəm. Sən də sevirsənmi? Mən ona Məkkədə, Hira mağarasında ilk dəfə ilahi vəhyin Cibril aleyhissalam vasitəsilə nazil olmasını sevirəm. Sən də sevirsənmi? Mən onun oradan evinə gəlməsini, özü üçün qorxmasını sevirəm. Sən də sevirsənmi? Mən onun Quran oxuyuşunu, cinlərin onu yalnız bir dəfə dinləyərək iman etmələrini sevirəm. Sən də sevirsənmi? Mən onun öz qövmünü, eləcə də bütün cinləri və insanları yeganə haqq din olan İslam'a dəvət etməsini sevirəm. Sən də sevirsənmi? Mən onun çəkdiyi dəhşətli və dözülməz əziyyətlərə səbr etməsini, pisliyə böyük bir yaşlıqla cavab verməsini, nəfsi üçün əsla intiqam almamasını, müşrik olan, ona olmazın əziyyət verən insanlara qarşı bütün insan və cinlərə bəs edəcək qədər, bütün bəşəriyyətə örnək olacaq bir rəhmətlə müamilə etməsini sevirəm. Sən də sevirsənmi? Mən onun öz ümmətini çox sevməsini, ona qarşı olduqca qayğıkeş və həris olmasını, onlar üçün Allahın izni ilə bütün xeyir qapılarını açıb, bütün şər qapılarını bağlamasını, onlara dünya və axirət saadətinin bütün yollarını göstərməsini sevirəm. Sən də sevirsənmi? Mən onun ümmətinin bütün kişi və qadınlarına qeyrətli, namuslu, şərəfli, iffətli, həyalı, əxlaqlı, sadiq, doğru sözlü olmağı öyrətməsini sevirəm. Sən də sevirsənmi? Mən onun bizlərə dini, tövhidi, imanı, təslimiyyəti, halalı, haramı, ibadəti, namazı, zəkatı, sədəqəni, orucu, həcci, cihadı öyrətməsini sevirəm. Sən də sevirsənmi? Mən onun yeganə müstəcəb duasını etməyib, onu qiyamət günündə ümməti üçün şəfaət olaraq saxlamasını, atanın övradına keçməyəcəyi, mal və övradların isə heç bir fayda verməyəcəyi, heç bir dostluq və alış-verişin olmayacağı, dəhşəti hər yana yayılan o gündə insanların seyyidi olmasını, onun ərşin altına gəlməsini, gəlib öz Rəbbinə səcdəyə qapanmasını, Allah Azze və Cəllə izin verənədək əsla başını səcdədən qaldırmamasını, Allah Azze və Cəllənin ona başını qaldır, de, eşidiləcək, istə, istədiyin veriləcək, şəfaət et, şəfaət olunacaqsan deməsini, onun da bütün bunlardan sonra ümmətim, ümmətim deməsini sevirəm. Sən də sevirsənmi? Mən onun üçün darıxmağı, onun həsrətini çəkməyi, onun camalına baxmaqdan, səsini eşitməkdən, gül ətrini duymaqdan ötürü qəlbimin təşni olmasını sevirəm. Sən də sevirsənmi? Mən onun sevdiklərini də sevirəm. Mən ona ən çətin vaxtlarında arxa dayaq olmuş, ona ilk iman etmiş olan və cənnətdə bir ev ilə müjdələnmiş olan sevimli zövcəsi Xədicə anamızı sevirəm. Sən də sevirsənmi? Mən haqqında Fatimə məndən bir parçadır dediyi Fatiməni, onun can yoldaşı, Xeybər Fatihi əlini sevirəm. Sən də sevirsənmi? Mən onun çox sevdiyi iki nəvəsi Həsən və Hüseyni sevirəm. Sən də sevirsənmi? Mən onun çox sevdiyi Usaməni və onun atası Zeydi sevirəm. Sən də sevirsənmi? Mən onun çox sevdiyi zövcəsi, anam Ayşəni, möminlərin anasını sevirəm. Sən də sevirsənmi? Mən Rasulullah sallallahu aleyhi və səlləmə ilk iman edənlərdən və daima onun yanında olanlardan olan Sıddiq Əbu Bəkir sevirəm. Sən də sevirsənmi? Mən Uhudda şəhid olan, bütün bədənini tam örtəcək qədər paltarı da olmayan Musab ibn Umeyri, orada Allah yolunda canını verən Həmzəni və digər Uhud şəhidlərini sevirəm. Sən də sevirsənmi? Mən Bir-i Məunədə şəhid olan igidləri, Məkkədə qətl edilən Xubeybi sevirəm. Sən də sevirsənmi? Mən onun sevdiyi hər kəsi, hər şeyi sevirəm. Sən də sevirsənmi? Mən onu sevməyi də sevirəm. Sən də sevirsənmi? Əgər sən də sevirsənsə, o zaman ümid edirəm ki, birlikdə bir yola çıxa bilərik. Cənnət yoluna. Və axiru da'vana elhamdülillahi rabbil aləmin.